Sevinclə Danış sosial media platformasının müəllifi bizim əziz həmkarımız Sevinç Kərimli bizlə birlikdədir. Sevinç xanım, bir daha xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Necəsiniz? Çox yaxşıyam, şükür Allaha. Siz necəsiniz? Biz də yaxşıyıq. Səhər tezdən başlamışam, sosial mediasız başlamışam səhərimi. Adətən axı belə açır insanlar gözünü. Uyxudan oyanan kim birinci başlayır sosial mediasada. Bu bilinçli olaraq Sevinç xanım, yəni artıq sosial mediasız başlamaq qərarı vermişsiniz. Ümumiyyətlə o detoks deyilən bir söz var, digital detoks. Rəqəmsal detoks, bəli, və mən buna başlamışam, çoxdan başlamışam özdə. Yalnız çoxuna elə gələ bilər ki, mən sosial platformam var və mən bütün gün yəqin sosial mediada vaxt keçirəm. Yox, bu belə deyil. Mən də sizin işiniz. Yalnız, bəli, öz akkauntlarımı yoxlamaq üçün girirəm, bəli, idarə etmək üçün girirəm. Sonra tez çıxıram. Hə, izlədiyim bəzi mövzular var ki, bilirsiniz, alqoritmdə həmin mövzuları mənim qarşıma çıxardır. Bu düzgün qidalanma ilə bağlıdır, nutrisiologiya ilə bağlıdır ki, bundan çox faydalanmışam və psixologiyadır, coachingdir, bunlarla maraqlanıram və həmişə alqoritm qarşıma bunu çıxardır. Amma o söhbətimiz ki, nədən bəhs eləyəcək mükəmməl həyat illüziyasını göstərən blogerları, lifestyle blogerlar, həyat tərzi blogerlarını izləmirəm, qəbul olunub. Qətiyyən onları izləmirəm. Təsirinə düşmüsünüzmü Sevinç xanım? Olubmu həyatınızda? Bir fragment düşmüşəm həyatımda. Ümumiyyətlə, qabaq əvvəlcədən mən nədir bu? Elə başlayaq oradan danışaq da söhbətə. Ümumiyyətlə, məni heç vaxt maraqlandırmır bir insanın şəxsi həyatı. Bu artıq özəl bir xüsusiyyətim ola bilər. Nə real həyatda, bəli, nə də sosial mediada. Heç vaxt heç kimi izləməyə almamışam. Amma bir dəfə zəif bir məqamıma düşüb, o da yeni an olmuşdum və mən müxtəlif həkimləri izləyirdim, pediatrları izləyirdim, ümumiyyətlə blogerları izləyirdim. Burada təsadüfən YouTube'da bir gənc ana qarşıma çıxdı. Ananın 3 uşağı var, 2 uşağı böyükdür. 3-cü uşağı isə yeni dünyaya gəlib, südənmər körpədir. Eynən mənim vəziyyətimdədir. Və ananın səhəri necə başlayır? Ana səhər durur, pərdələrini açır, körpəsini yedizdirir, ana südü ilə yemləyir. Sonra balaca bir uşağın, o pişik, belə deyirdim ki, pişik balası kimi saxlayır uşağın. Balaca bir onun yeri var idi. Qoyurdu ora. Gedirdi ana, yogaya gedirdi, bilmirəm. Səhər yeməyi elirdi. 2 uşağı səhər gözəllərin yeməyini hazırlayırdı və məktəbə yola salırdı. Və ana özünə kifayət qədər vaxt ayırırdı. Nəndəsə burada uşaq ağlayır. Bütün gün qaz buradan gəldi uşağın. Yəni, əlləşirəm ki, uşağı necə eləyim ki, susturum, ağlamasın, sakitləşsin. Amma burada belə bir mükəmməl görüntü verən bir ana vardı. Amma sonradan fərqində oldum ki, bunlar əslində kadr arxasında bəlkə də bir 10 nəfər ona kömək eləyəni var. Yox, o videonun ərsəyə gəlməsində sizdən çox əziyyət. Bəli, bu bir komandadır. İş olaraq və ondan sonra başa düşdüm ki, yox, mən özümü geri bu ana ilə müqayisə etməyim. Yəni, tez bir zamanda bunun fərqində oldum. İndi başa düşürəm ki, nə qədər bunun fərqində olmayan analar var, gənclər var, yəni elə yaşlı nəslin nümayəndələri var. Onlar elə bilirlər ki, bu həyatın özünün elə axışı budur. Halbuki o yalnız bizə göstərdikləri vitrindir. Amma real həyatı isə kameraya düşməyən həyatdır. Gəlin bir o kameraya düşməyən həyatı biz izləsək, öz həyatımıza yəqin şükür etmiş olaraq ki, onların həyatı bəlkə bizinkindən daha da belə ağır da deməzdim, amma daha belə çətindir. Çətindir də, istənilən halda. Yəni, insan həyatı çətindir. Yəni, ümumiyyətlə, biz niyə izləyirik də bu insanları? Niyə düşürük? Bax, o tələyə niyə düşürük? Bax, elə bizim sualımız bu olacaqdı, buyurun. Nəyə görə bu qədər cəlb İnsan eləyirik? psixologiyasında həmişə o status iyerarxiyasını izləmək var. Yəni, biz həmişə kiməsə baxmağı, kimisə izləməyi, onun həyatı ilə özümüzü müqayisə etməyi sevirik. Bu həmişə belə olub. Həmişə statusca bizdən aşağıdırmı, yuxarıdırmı? Yuxarıdırsa baxmışıq, ya özümüz ona can atmağa çalışmışıq, ya negativ hisslər yaşamışıq, bəlkə qısqanmışıq, bəlkə paxıllıq hissi yaşamışıq və yaxud da ki, bizə bir motivasiya olub onun həyatı, onun gördükləri biz irəli getmişik. Yəni, bunun təkcə negativ tərəfi yoxdur. Baxırıq, biz necə onu qəbul edirik və öz filtrimizdən necə keçiririk. Bu baxımdan da biz özümüz hansı səviyyəyə qalxmışıq insan olaraq bu həyatda. Nə qədər kamilləşmək. Doğrudur. Əvvəllər bu yalnız bu məhəllə çərçivəsindəydi, qonşu, qohum, əqraba çərçivəsindəydi. İndi bu qlobal səviyyədə. Düşünün ki, biz qlobal səviyyədə özümüzü kiminləsə müqayisə edirik. Bu bir nəfər deyil də, bir deyil, 5 deyil, 10 deyil. Milyonlarla insanlarla kiminlə istəsəz özünüzü müqayisə eləyə bilər. Təkcə uğurları ilə deyil, elə həyat tərzi ilə müqayisə eləyə bilər. Nə yedi, nə içdi, uşağını hansı məktəbə qoydu, uşağını nə geyindirdi. Yəni, bütün insanın həyat tərzi
tərzı ilə özümüzü müqayisə edirik və bu bizim motivasiya mexanizmi var. Yaxşı məqamda, nə qədər aktivləşdirir. Yazıq uşaqlar, həqiqətən. Uşaqlar da kəsin uşağı filan məktəbdədir, filan məşğuliyyətlə, filan dərnəyə gedir. Mən bir uşaq çıxdı TikTokda, uşaq bloger çıxdı qarşıma. Bir qız uşaqdır. Uşaq bloger. Uşağın 9 yaşı var idi. Və 9 yaşında uşaq çimərlik geyimində, kostyumunda hovuzun qırağından, yəni riz çəkib paylaşır. Yəni mən düşündüm ki, bu valideyn nə qədər uşağını boş buraxır. Yəni ümumiyyətlə uşağı paylaşmaq bir dərd, uşağı çimərlik geyimində paylaşmağa icazə vermək bu iki dərd. Yəni uşaq başa düşməyə bilər, amma valideyn mütləq bunun fərqində olmalıdır. Uşaq şəkillərini paylaşmaqda və hələ bir çimərlik geyimində. Xarici bir bloger idi. Bizim yerli. Yerli bloger, bəli, yerli idi, xarici deyildi. Yəni belə üzüldüm. Bu artıq uşaq istismarına qədər bunun yolu var da, yəni. Yəni çox şeylər yol aça bilər. Oralara heç getmək istəmirəm, amma ümumiyyətlə bu uşaqlarla bağlı gəldiksə o məsələyə onu diqqət etmək lazımdır. İndi bizim bu dediyim kimi mükəmməl həyat məsələsi. Mükəmməl həyata baxırıq və biz elə gəlir ki, bu onların həyatı elə belədir. Amma biz başa düşmürük ki, bu adam bir neçə səbəbdən öz mükəmməl həyatını göstərmək istəyir. Birinci, status axtarır, bəyənilmək axtarır, təqdir olunmaq istəyir ki, bu bütün insanlara xas xüsusiyyətdir. O Maslow'un ehtiyaclar piramidasına baxsaq, o 3-cü ya 4-cü səhv etmirəmsə pillədə gəlirdi. İnsan hörmət qazanmaq istəyir, sevilmək istəyir, bir status sahibi olmaq istəyir. Kimi az, kimi çox, hamıda bu tələb var əslində. Və bu sosial mediada, media bunu daha da belə rahatlaşdırdı və bu ehtirası daha da belə gücləndirdi bizdə ki, niyə də mən özümü tanıtmayım, niyə görə də mən bir status sahibi olmayım? Niyə görə də mənim izləyicilərim çox olmasın? Niyə görə də mən danışanda hamı məni eşitməsin? Bu danışmaq və özünü ifadə etmək insanın təməl əslində ehtiyaclarından biridir. Əslində pis bir şey deyil danışıb özünü ifadə etmək. Hətta bilirsiniz də, amma baxın necə istifadə edirsən. Qədim Romada insanlar çıxırdı, meydana yığışırlar ki, öz sözlərini desinlər. Bəli, yəni hələ o dövrdən var idi ki, insan özünün fikirlərini söyləsin. Məsələn, bir mövzunun başqa mövzuya keçirik. Bəzən evə gəlir kişilər deyinir ki, yoldaşım nə qədər danışır evə gəlir. Çünki onun danışmağa ehtiyacı var. Bir qadın danışmalıdır. Bizim də dincəlməyə. Bəli, işləməlidir və özünü. Sizin dincəlmək olsa danışmağa. Ona görə də sosial platformaya çıxır qadınlar. Ona görə də qonşuya gedir. Ona görə bilmirəm, qohuma dinləmirsiniz. Yaxşı qulaq asmışsınız. Yəni, bu qadınlar ümumiyyətlə insan ömrünün danışmağa ehtiyacı var. Məsələnin mərzini kökünü tapdıq diyoruz, bax. Yenə söhbət necə hərləndə fırlandı, kişilərin boynuna qaldı. Mənim biraz qəribə gəldi bu məsələ. Biz bilirik ki, Sevinç xanım, bu ehtiyaclar nədən qaynaqlanır? Yəni o həyata illüziyanı göstərənlər. Bir də bunun monetizasiya tərəfi var. Və yaxud da ona görə bunu paylaşır ki, çünki onun iqtisadi tərəfi var. Bax, elə mən buna gəldim. Daha çox like, bəyənilmə düyməsi, daha çox əməkdaşlıq üçün direct message-dən əlaqə saxlaya bilərsiniz hissəsi üçün hesablanıb. Və o artıq alqoritmə uyğun olaraq, baxan insanların psixologiyasına uyğun olaraq daha çox nəyə baxırlarsa, onu göstərməyə məcburdur. Yəni, daha çox xoşbəxtliyi istəyir insanlar, daha çox həyatın ən gözəl məqamını mı istəyir ki, paylaşmaq? O da çəkir və paylaşır. Gözəl geyimlər. Məsəl üçün, biz o blogerların geyinib çıxartdığı geyimləri biz heç vaxt öz qardirobumuzda bir araya gətirə bilməyəcəyik. Çünki hər hansı bir mağaza ilə anlaşıb, mağazadan gətirir, reklam edir. Nələri yoxdur. Bəli, hər şeyi var. Bəs məndə niyə yoxdur? Bir məsələdə var, Sevinç xanım. Mən istəyirəm bunun sizin də münasibətinizi öyrədim. Mən özüm şəxsən, yəni bu rahatlıqla Aynurun adından deyə bilirəm. Biz çox mühafizəkar və konservativ insanlar deyilik. Biz özümüz də kifayət qədər müasir dəyərlərə söykənən və insanların hüquq bərabərliyinə inanan insanlarıq. Ailə dəyər məsələsi də hər kəs üçün individualdır da. Mənim üçün dəyərli olan sizin üçün olmaya bilər və yaxud əksinə. Doğrudur, dəyərlər amma müəyyən qəbul olunmuş dəyərlər var da. Məsəl üçün, bu qədər bunların, həmin o sosial mediada o illüziya adı altında, illüziya ilə daha doğrusu, körşaldığını görürük. Və bunun da bir filtr də yoxdur ki, biz onu necəsə nizamlayaq və bir çox gənclər, 18-20 yaş arası xanımlar, bəylər bunu görürlər. Bu körşalmış, bu qeyri-dəqiq, qeyri-real məsələlərin təsirinə düşürlər. Bu, gələcəkdə bizə hansı problemlər yarada bilər? Baxın, bilirsiniz necədir? Bu, o xoşbəxtlik standartlarını yüksəltdilər. Yəni, bu göstərmə ilə gözəl, bir xanıma, bilmirəm, 101 çiçəkdən ibarət bir buket gəlir və onu izləyən xanım... Artıq o çiçək də deyil, o dəyişibdir, bilirsiniz. 3 gün sonra da pul buketi gəlir və o elə düşünür ki, elə bu
bu standart, bu belə də olmalıdır. Yəni sadəcə problem ondadır ki, xoşbəxtlik standartlarımız artıb. Birdən-birə çox dəyişdi sanki. Çox dəyişdi. Çox yüksəldi. Və yaxud da ki, onlar xoşbəxtdir, mən xoşbəxt deyiləm. Yenə başladı müqayisə. Niyə onda o var, niyə məndə bu yoxdur? Yəni, öz əlindəki ilə qane ola bilməmək, yəni özünün mütəvazi həyatını başqa birinin lüks həyatı ilə müqayisə etmək. Amma halbuki o lüks həyatın arxasında nə dayanır, biz onu bilmirik. Dediyiniz kimi, itirilən hansı mənəvi dəyərlər var və ya nə yoxdur, onu da bilmirik. Və ya o lüks güllər və ya güllər, pullar necə gəlib, onu da bir beynimizdən filtrləmirik. Amma halbuki özümüzün çox isti yuvası var, xoşbəxt uşaqları var, sağlam uşaqları var, onu görmək istəmirik və həyat yoldaşımız evə gələndə biz də ondan tələb olaraq xoşbəxtlik ailələr dağılır, Sevinç xanım. Mən tam səmiyyətimlə deyirəm. Elə şəxsən mənim öz utandığım da olub, indi təbii ki, ad çəkməyəcəm. Yəni ki, sizin ətrafınızda var, cütlüklər arasında problemlər də olub. Yəni burada belə bir Sevinç xanımın dediyinə, keçən dəfə də efirdə dedim bunu, Jim Carrey'nin o məşhur sözü var ki, Tanrım insanlara istədiyi qədər pul və məşhurluq ver ki, əslində ehtiyacının bu olmadığını görsün. Çox gözəl, elə ona gətirmək istəyirəm. Amma əslində o insanların, hər şey olan insanın xoşbəxtliyi varmı? Ümumiyyətlə, maddiyyat insanı xoşbəxt edirmi? Ümumiyyətlə, xoşbəxtlik daimi bir anlayışdır mı Sevinç xanım? Deyil axı. Anlardır da bu. Xoşbəxtlik bir duyğusal anlamdır. Bir də xoşbəxtliyə gəlmək mümkündür bilincli şəkildə, yəni düşünərək şəkildə. Hər gün bunu şükür edərək, dərk eləyərək, əlindəkinin qədrini bilərək. Dərk etməyəndə insan öz xoşbəxtliyini, onda həmin o sıçrayışlara qaçırır, dopamin sıçrayışları deyirik də. Beynimizdə həmin o hormon ifraz olur, biz elə bilirik ki, hər şey qaydasında. Təzə telefon alım, 3 gündən sonra yenə eyni adamam, yəni heç bir mənə zövq verməyəcək. İnsan üçün bu həmişə belə olaraq qalacaq da, yəni həmişə belə olacaq. Ona görə insan öz xoşbəxtliyini dərk eləyəndə və həqiqətən şükranlıq hissini ümumiyyətlə ölçüblər, insanların duyğu frekanslarını ölçüblər. Ən güclü frekansı olan şükranlıq hissidir. Yəni şükür edəndə insan beynində baş verən dəyişikliklər başqa heç bir hissdə yoxdur. Nə sevgi hissində var, nə bilməm, nəyisə əldə etmək hissində var. Yəni, şükran ola bilmək, yalandan şükür yox, şükür. Amma o şükranlığı həqiqətən içində yaşamaq və bir də təəccüb hissini itirməmək. Nəyəsə baxıb, doğrudan da qəlbən sevinə bilmək və təəccüb hissi keçirə bilmək. Ona görə bu iki hissi itirməmək lazımdır. Bir də bilirsiniz, fikir vermişsiniz, sanki dünya bizim üçün balacalaşıb. Əvvəllər insan üçün dünya böyük bir yer idi. Biz elə bilirdik ki, biz ucu bucağı bitməyən bir yerdir də. Gəzərik heç vaxt bitməz. Amma indi belə deyil. İndi biz elə gəlir ki, amma bəzən məndə hiss olur. Dünya çox kiçikdir. Gəzmişik, maksimum bir 10 ölkədə olmuşuq, amma sanki bütün dünyanı gəzmişik. Bəlkə bir neçə mətbəxi dadmışıq. Sanki hər şeyi yemişik. Çünki nəyə görə? Çünki hamısı sosial medianın təsirindəndir. Sanki biz hər şeyi yemişik, hər yeri gəzmişik, hər şeydə görmüşük. Sağ olsunlar da gedirlər, gəzirlər, göstərirlər. Blogerların bəli. Hamısının sayəsində hər şeyi. Biz hər şeyi görmüş kimi. İnformasiya doyumluluğu da yaxşı bir şey deyil. Əlbəttə yaxşı deyil. Elə odur da dərin depressiyaya gətirən, sonradan çıxar. Baxın, niyə gedir? Bunun təkcə negativ tərəfi varmı? Yox. İndi bunun pozitiv tərəfi var. Dediyim kimi, baxıb ilhamlanmaq da mümkündür. Nə gözəl, mən kimisə uğurlu həyatına baxıb, mən də özüm üçün məqsəd qoya bilərəm ki, niyə də yox? Kimsə gedib xaricdə təhsil alıb, niyə görə də mən almayım? Bəlkə bu görəsən bu hansı etaplardan keçib, nəyə baş vurub, necə keçdi, necə bunun dalınca getdi, necə alındı? Uğur hekayəsini izləyib mən nəsə ondan götürə bilərəm. Amma bir də var ki, mən baxıram və yalnız ya qınayıram, ya qısqanclıq hissi keçirəm, özümlə müqayisə edirəm və heç nə də eləmirəm. Baxın, çox insan var ki, baxır və heç nə eləmir. Və çoxu da bundan əziyyət çəkir. Və bundan əziyyət çəkir. Deməli, nədir? Hər insanın öz daxili filtri ilə bağlı, daxili resursları ilə bağlıdır. Daxilindəki o mücadilə etmək, yəni mübarizə aparmaq gücü ilə bağlıdır, qorxularını aşmaq gücü ilə bağlıdır. Biraz ümumiləşdirmə eləməyə fikrim yoxdur, amma mən öz adımdan deyə bilərəm, öz şəxs təcrübəmdən deyə bilərəm ki, bəlkə də mənim üçün bir xoşbəxtlikdir bu ki, mənim inkişaf elədiyim insan kimi formalaşmağa başladığım dövrdə sosial media bu qədər dəhşətdə məsələn məşhur deyildi. Yəni insanlar məsələn indi 10-12 yaşından, 9 yaşından uşaqlar orada çıxır ki, indiki gənclərin biraz o mənada
vəziyyəti daha çətindir də. Mən düşünürəm yəni, ki. ümumiyyətlə, uşaqların sosial mediaya gəlməyi valideyn tərəfindən bu axı izlənilməlidir. Yəni, ümumiyyətlə, həddi buluğa çatmamış, 18 yaşına qədər, 16 yaşına qədər, lap 18 deməyim, uşaqların... Bəzi xarici ölkələrdə qadağa var. Qadağa var, bəli, qadağa var. Ona görə ümumiyyətlə, uşağı yaxın buraxmaq lazım deyil. Bir də birisi, indi insan, biz belə bir dövrə girmişik, bir qarışıq dövr yaşayırıq da. Bizim ümumiyyətlə, o daxili resurslarımızın gücləndirməli olduğu dövrə gəlib çatmışıq. Yəni, o sağ qalmaq üçün əvvəl biz təkcə yeməliydik, bir də soyuqdan qorunmalıydıq necəsə və xəstəlikdən qorunmalıydıq. İndi isə biz həm də yad təsirlərdən qorunmalıyıq. Və bu daha çətindir. Mənəvi terrora, mənəvi o toksik zəhərlənməyə məruz qalmamaq üçün güclü mənəviyyatımız olmalıdır. Və bu çox çətindir, Sevinç xanım. Məsələn, ən çətin tərəfi budur. Bəli. Əlimizdə, cibimizdədir, həyatımızdadır və bütün bu baş verənlər, Sevinç xanım, yəni ki, insanın özünə olan münasibətini də haradasa dəyişir. Bir mənalı şəkildə, bir mənalı. Daxili resurs dediyim odur elə. İnsanın dəyərlər sisteminin formalaşdırılması. Biz indi elə dövrə gəlirik ki, bizə elə gəlir ki, artıq dəyərlər itib, insanlar artıq dəyərləri itiriblər. Yox, mən deyərdim ki, əksində insanın içində nə varsa o çıxıb üzə. Yəni, nə var isə o daha da ehtiraslanıb, daha da ön plana çıxıb. Kimin içində nə var isə o gəlib. Əgər bir insan tənbəldirsə, daha da tənbəl olub. Bir insan çalışqandırsa, baxır, öyrənir, daha da çalışqan olmağa başlayır. Bir insanın içində mərhəmət varsa, o yenə mərhəmətlidir. Yoxdursa, o yenə də belədir. Bir insan axına qoşulub getməyi sevirsə, daha da xoş olur ona. Bəli, hər şey insanın içində olan nə varsa, hər şey güclənib. Ona görə insan özünü doldurmalıdır mənəvi keyfiyyətləri ilə. Yəni, birinci mərhəməti ilə, ədalətli olmağı ilə, dürüst olmağı ilə. Özünə yatırım eləməlidir. Oxuyub, araşdırmalıdır, öyrənməlidir insan. Yəni, mən bayaq dediniz, mən sözünüzü bölmək istəmədim. O şükranlıq məsələsi, şükür etmək məsələsi bizim çox üzr istəyirəm, mən adını unutdum. Hansısa din xadimi idi, dini yanaşma ilə biraz baxırdı, ruhani idi ki, yəni, xoşbəxtlik heçliyə çatmaqdır. Yəni, heçliyə çatmaq. Bütün materialist dəyəri olan şeyləri, maddi istəklərdən əslində olmamalıdır. Özünə yatırım eləməlisən, daxili aləm və kitab oxumalısan, öyrənməlisən. Bunlar biraz şablon kimi görünür. Təbii ki, bu biraz üst qatıdır, bu çox fəlsəfi yanaşmadır. Amma ən azından bu yolda nəyinsə addımlarını ata bilərik. Bir sadə, sıravi insan kimi. Çatan insanlar 3-5% ola bilər. Hətta bəlkə də daha da az. Bütün dövrlərdə də belə olur. Amma bu yolda getmək məsələsi var. Mən demirəm ki, hamı ona çatsın, amma bu yolda biraz irəliləməlidir insan ki, özümə yatırım eləyim. Pul bizi idarə etməməlidir. Biz pul idarə etməliyik. Budur məsələ. Bəli, yəni maddiyyat bizi idarə etməməlidir. Bizi yolumuzdan çıxartmamalıdır. Əgər maddiyyat bizi yolumuzdan çıxardırsa, nə isə bizi yoldan çıxarırsa, demək ki, biz orada sabit deyildik. Mən həmişə deyirəm, o insan vicdanlı insandır ki, o çoxlu vicdansızlıqlara məruz qalır, amma heç vaxt vicdanını itirmir. Güclü insan odur ki, o həmişə mərhəmətsizliyə məruz qalır, amma heç vaxt mərhəmətini itirmir. Yəni, əsl güclü insan budur. Ona görə də baxmayın nə qədər təsirlərə məruz qala bilərik, maddiyyətin cazibəsinə məruz qala bilərik. Biz ona getmiriksə, deməli, biz güclü insan oyuq. Bizdə güclü insanla da bağlı biraz belə yanlış təsəvvürlər var. Nisbi anlayışlar. Bəli, yəni insanın pulu varsa güclüdür, insan çox despotikdirsə güclüdür, insan qısasçıdırsa güclüdür. Alfa xarakterdirsə. Alfa xaraktersə güclüdür. Çünki sosial mediada əslində təəssüf ki, bizim güc anlayışımız yanlışdır. Qadın və kişi ilə bağlı güc anlayışımız. Alfa məsələsi nədir? Alfa qadın ümumiyyətlə nədir? Biz elə gəlir ki, alfa qadın kişi kimi qadındır. Yox, alfa qadın qadınlıq tərəfi güclü olan qadındır. Kişi kimi olan qadın deyil. Mənim ən sevmədiyim ifadə kişi kimi qadın ifadəsidir. Yəni, mən düşünürəm ki, bu qadınların özünə qarşı da hörmətsizlikdir. Qadın kimidir, kişi də kişi kimidir. Yəni, hər öz... Nədənsə bu bizdə belə bir və bunu tərif kimi və kompliment kimi qadın. Yəni, kişi daha üst varlıqdır. Biraz bu qədimdən gəlir. Çünki bəzən tarixçəsi var, bəzən döyüşə getməli olub qadınlar, kişilər olmayanda kişilərini əvəz etməli olub. Yəni, orada fiziki güc tələb olunub, qadından çox qətiyyət tələb olunub, yeri gələndə qəddarlıq tələb olunub, rəqabət tələb olunub. Yəni, bu o dövrdən gəlib və kişi kimi qadın olmaq, yeri gələndə ailənin özünün namusunu qorumalı olmaq, kişi kimi qadın anlayışı oradan gəlir. Yəni, o kişilərə xas olan xüsusiyyətlər əslində mərdlik qadında da var. Mərd elə mərddir. Yəni, mərd insandır. Ona görə deyirlər də aslanın dişisi erkək. Mərdlikdir, nə bilim, səxavətdir, vicdandır, mərhəmətdir, bayaq dediyiniz ki, məncə bir insan... Bunlar sadə insani xüsusiyyətlərdir də ki, hamı daşımalıdır. Qadınlara ən çox mərhəmət xas xüsusiyyətdir, amma o demək deyil, kişi mərhəmətsiz olmalıdır.
Yəni İnsan mərhəmətli olmalıdır və bütün bu ədalətli olmalıdır. qarmaşanın içində Bəli. Sevinç xanım, baxın danışırıq bayaqdan bəri, düzdür deyirik ki, insan kamilləşməlidir, özünü inkişaf elətdirməlidir. Heç də hamı belə deyil, heç də hamı da bu elə alınmır. Həm də iradə lazımdır bunun üçün. Sən ora baxıb o dalğaya düşməmək üçün iradəli olmalısan, öz seçimlərini, özünü tanımalısan, özünü bilməlisən. Bax, bu qarmaşanın içindən çıxış yolları nələrdir? Mənə görə şəxsən, mənə görə bu qarmaşanın içindən çıxmaq üçün insanın oyanmağıdır. İnsan Oyanmağa açaq biraz nəyə nəzərdə Bəli, tutursunuz? oyanmaq, yəni mən baxıram hansısa bir negativ, bilmirəm, və dediyimiz kimi mükəmməl həyatı kimsə mənə göstərir. Mən niyə bunu izləyirəm? Mənə nə verir bunu izləmək? Bax, mən niyə izləməliyəm bunu? Mənə nə hisslər yaradır? Qıcıqlanıram, qısqanıram. Bax, qısqanıramsa niyə baxıram mən ona? Yaxşı nəsə götürəcəyəmsə, mən də başlayım artıq sabahdan həyatımla bağlı nəsə etməyə. İşimdən məmnun deyiləm, bəlkə işimi dəyişim. Olar. Bəlkə təhsilim çatmır, bəlkə təhsilimi davam etdirim. Və bir də bizdə nə var? İndi və bu saniyə olsun. Dərhal. Yəni, dərhal olsun. Yəni, Səbr eləmək müəyyən bir məsələsi. yerə gəlib çatmağım üçün Çünki mən də şəklini çəkib videosunu çəkib paylaşmalıyam da ona görə dərhal olsun istəyir. Ona görə də həmən mən dərhal məşhurlaşım, bloger olum. Mən də nəsə bir iş görüm. Amma nə isə iş görmək üçün mən bir oxumalıyam, mən təhsil almalıyam, mən işləməliyəm. Bir işi görmək üçün mən bir peşəkara çevrilməliyəm. Sonra Heç olmasa bir 3 aylıq kurs keçməliyəm və yaxud özümü araşdırmalıyam. Sonra oradakı o göstərilən bir lüks həyat ki var, bəlkə mən də lüks həyatla bağlı nə isə edə bilərəm və ümumiyyətlə mənə lazımdırmı? Bir dəfə bir koç danışmışdı. Deyir, mənim bir danışmanım gəlib yanıma, deyir ki, mən çox böyük bir ev almaq istəyirəm, bir villa almaq istəyirəm, villa sahibi olmaq istəyirəm. Yəni, bunun üçün mənə nə yol göstərə bilərsin, nə eləyə bilərsin? Yəni, seansdan sonra məlum oldu ki, ümumiyyətlə, o heç villa almaq istəmirdi. Uşaqlıqdan sadəcə ona deyiblər ki, sən böyüyərsən, villa alarsan, sənin gözəl böyük evin olar və uşaqlıqdan qalır ki, şuuraltına yeri. amma heç ona, halbuki ona o böyük ev lazım İstəmir deyil. içində, İstəmir daxilində. içində. Bəlkə də onun 3 otaqlı evi, 2 otaqlı evində daha xoşbəxtdir, daha məmnundur. Və böyük evlər insanı daha xoşbəxt eləyir. Ümumiyyətlə, bizim dəfələrlə demişik, bu şərq cəmiyyətində bu daşa, divara bu qədər yatırım. Bütün ömrümdə yox, hətta ki, bir böyük ev olacaq. 2 aldım, sonra biraz keçin, biraz 3 otaqlısını aldım, sonra 5 otaqlısını aldım. Bir də bir kimlər daha çox buna məruz qalır? Qurban bilinci deyilən bir qurban düşüncəsi olan, psixologiyasında olan insanlar var. Baxsın, bütün günü qınasın onu bunu, deyinsin, özü həyatıyla bağlı heç nə eləməsin, hamını günahlandırsın. Demək, amma çoxdur da belə insanlar cəmiyyətimizdə. Yəni, o da nə ilə bağlıdır, onu yəqin daha psixoloqlardan soruşmaq lazımdır. Uşaqlıqla bağlı ola bilər, bəlkə gördükləri elə ola bilər, bəlkə valideynlər onu elə böyüdüb, elə yetişdirib, bəlkə valideynlər də o bilincdə olublar, öz bilinclərini onlara ötürüblər. Amma daha çox qurban bilincində olanlar, qurban bilincində olmayan insanlar isə bunun daha yaxşı tərəfindən istifadə edir. Baxır, ilhamlanır, niyə də mən eləməyim? Mən də eləyim, mən də çalışırım, cəhd edim. Bunun etik tərəfindən əgər vaxtımız varsa danışaq. Buyurun. Yəni, bloger, öz xoşbəxt həyatını göstərən insan bunu göstərir. Biz bunu qınamalıyıq mı ümumiyyətlə bu göstərir ya yox? Adam bu tərəfdən deyir, pul qazanır. Həm də özü bilər, öz həyatıdır, özü çəkir, göstərir. Onu maraqlandırmır ekranın o başındakı bəlkə də hansı hissləri yaşayır. O məvacibinə baxır, qazancına baxır. Burada onun etik tərəfi olmalıdır. Onun etik tərəfi o olmalıdır ki, məsələn, mən səyahət blogeriyəm, tutalım ki, və mən səyahətlə bağlı bir blog paylaşıram, bir getdiyim gözəl bir yeri danışıram və mən burada bunu olmalı kimi standart, həyat standartı kimi qəbul etdirmirəm. Siz əgər getmirsinizsə, ingiliscə bir söz var, loser. Siz losersınız, siz uğursuzsuz kimi mesajı verməməlidir. Yəni, bura gəlməyin bəlkə asan yollarını izah etməlidir. Mən bura gəlmişəmsə, bu travel'ın tutalım ki, ucuz təkliflərindən faydalanmışam, gəlmişəm. Siz bura necə gələ bilərsiniz? Tutalım, bir il boyunca pulunuzu yığın bəlkə. Günə 5 manat atsanız, ilin sonunda sizin bu qədər pulunuz olacaq. Amma onda da girib yazırlar da ki, rahatdır sənə demək ki, gündə 5 manat atsan yığacaqsan. Heç də belə deyilsən, asan getmirsən. Yəni, yazan yazacaq, amma ən azından. Asan getmək məsələsi də Sevinç xanım, çox uzun. Bax, dediyiniz məsələlər əslində bu çox uzun bir mövzudur. Çox loser və winner məsələsi də, yəni uğursuz insan və yaxud qalib insan, winner. Həyat təkcə loser və winnerdən ibarət deyil də, yəni orta statistik insanlar da var. Fərqli, yəni o qədər hər şey qəlibə çərçivəyə salır. Yox, sizə mən sözünüzə dəstək mənasını verir ki, o qədər hər şey bir qəlib qoyurlar, standart qoyurlar ki, budur. Amma həyat o deyil axı. Amma mən yenə edirəm, baxın, uğurlu insana baxıb, əgər mən uğur dalınca getmək istəyirəmsə, nə gözəl. Bu yaxşı nümunədir, koçdur o. Yəni, pulsuz koçdur. Baxıram, ondan ilham
ilhamlanıram. Onun qabaqlar yadınızdadır, insanlar avtobioqrafi kitablar oxuyurdular. Məşhur insanlar oxuyurdular ki, niyə görə oxuyurdular? Görür həyatda hansı addımlar atıb, hansı səhvləri buraxıb, bu səhvlərdən necə çıxıb, bu vəziyyətdən necə çıxıb. Motivasiya kitabları Motivasiya kitabları olurdu və həyatda bir qayd olurdu, bir yol göstərən olurdu. İndi o kitabları çox oxumur. Yəni soruşsaz ki, nə vaxt kimin həyatından bağlı bir kitab oxumusan, çox az adam oxuyar və yoxsa da yaşlı nəsil nümayəndələri oxuyar. Amma indi gənclər baxır blogerlərin həyatına, onlardan nəsə götürür. Amma götürürsə də heç olmaya yaxşı tərəfini götürsün. İndi bir şey var da Sevinç xanım, blogerlərin əksəriyyəti nə paylaşır? Sadəcə gündəlik həyatını. Onları niyə izləyirlər? Sizcə blogerlər özləri nə qədər kitab oxuyur? İndi hamısını aid eləmirəm. Yox, ümumiyyətlə kitab oxumaq başqa bir mövzudur. Geyim tərzlərini, həyat tərzlərini, evlərini, avtomobillərini, səyahətlərini və örnək götürəcək, öyrənmək üçün nəsə paylaşan nə qədər bloger, nə qədər... Yox, çox az varsa da azdır. Kimsə buna nail olub, tamam, bu ona necə nail olub, mən ona baxaram. Bəs onu paylaşmır axı necə nail olduğunu. Sadəcə biz görürük ki, onda bunlar var. O dediyim kimi, məsəl üçün, bu görünənin vitrin tərəfidir. Vitrindir. Real həyat əslində görünməyəndir. Kameranın arxasında olan tərəfdir. Əgər bunu göstərmirsə, yəqin ki, mənə maraqlı olmaz. Başqa bir də o bilincə gəlməlidir, oyanmalıdır ki, bu bunu necə qazanıb, bu pulu necə qazanıb, necə gəlib, yaş atasından mı gəlib, həyat yoldaşından mı gəlib, özümü çalışıb işləyib, yaxşı, bunun bağlı bir maşını var. Mən də bu maşını əldə etmək istəyirəm. Baxıb ona paxıllıq mı etməyi seçməliyəm, yoxsa ki, özüm çalışıb o maşını əldə etməyi seçməliyəm. Ya da ki, olanımla barışmalıyım bəlkə. Ya da olanımla barışmalıyım və o negativ hisslər yaşamamalıyım. Negativ hisslər yaşamalıyım. Bax, bizə elə gəlir ki, negativ hisslər biz bəzən onları o hate, nifrət dolu nələrsə yazırlar və bizə elə gəlir ki, yaxşı elədim yazdım da, o niyə bunu göstərirdi ki, niyə bunu paylaşdı və baxıram, qıcıqlanıram ki, yəni ona nəsə olurmuş kimi, ona heç nə olmur. Siz daha da baxırsınız, bir komment yazırsınız, onun daha da başqa insanlar çox görür, baxışı artır. Olan bizə olur. Daha çox ayıb tutur belə. Yəni, olan bizə olur. Biz negativ hiss yaşayırıq, əsəbləşirik, gərginləşirik, yorğun hiss edirik özümüzü, negativ hisslər yaşayırıq. Yaşama da bunları ya izləməyə alma, ya da yaşayırsan negativ hisslərini, bir özünə sual ver. Mən bunları niyə yaşayıram? Bax, ən yaxşı sual budur. Mən niyə bu insana baxanda əsəbləşirəm, gərginləşirəm, qısqanıram, paxıllıq keçirəm? Niyə? Baxıb özümü araşdıranda, yəni hər şeyin yaxşı kimi də istifadə etmək olar. Bıçaq məsələdə, bıçaqla nə də etmək olar? Çörəyə də doğramaq olar. Baxır, sənin məqsədin nədir, necə istifadə edirsən? Məqsədin nədir və bəli, sənin daxilindəki o niyyət nədir? Mən düşünürəm ki, yenə də hər şey insanın özündən asılıdır. Hələ biz bundan sonra getdikcə süni intellekt dövrünə gedirik. Bundan daha betər olacaq. Daha ağır olacaq. Daha ağır olacaq. İndi həyatımız bizim ChatGPT ilə də artıq. Hər şey ChatGPT ilə məsləhətləşirik. Bunu neyini, onu necə eləyək. O da çox səmimidir, sağ olsun bizim. Mövzuda nə yazırsa da individualdır. Özünü yaxın da hiss eləyir bəzən. Bizim son bir dəqiqə yaranımızdır Sevinç xanım. Son olaraq bir mesaj. Belə şeylərin təsirinə düşən, belə illüziyaların belə də küləyinə qapılan insanlara buna qapılmamaq üçün nə məsləhət görərsiniz? Bir cümlə mən o deyərdim ki, bu vitrindir. Yəni heç vaxt həmişə gözəl lüks həyatın arxasını düşünün. Yəni əsl real həyat əslində kameraya düşməyən həyatdır. Mən bunu deyərdim. Yəni baxıb onlar belə yaşayırlar, mən niyə belə yaşamıram, dərdinə düşmək, bir də boş yaşanmış həyat sindromu var. İnsan gəlir bir yerə 50 yaşına, 55 yaşına baxır, çönlə deyir, mən nə etmişəm həyatda? Yəni o sindroma düşməmək üçün insan görə vaxtında həyatının məsuliyyətini özlərinə götürməyə çalışsın. İnfantil şeydən çıxsın, bilincidən çıxsın, ondan bundan nəsə gözləməsin. İnsan o vaxt artıq güclü olur ki, həm də öz həyatının məsuliyyətini özlərinə götürür. Yəni artıq heç kimdən və heç nədən, heç bir mənada asılı olmur. Kamil insana çevrilir. Yəni mən gözləmirəm kimsə məndən soruşsun, hətta ki, necəsən? Yəni o məndən necə soruşmasa belə mən yaxşıyam. Və mənim heç bir kəsin bir sualına belə ehtiyacım yoxdursa, demək ki, mən artıq qurtulmuşam bu. Bu deyir, özünlə tək qalanda əgər xoşbəxt hiss edirsənsə, darıxmırsansa özünü. Demək, hər şey qaydasındadır. Və tək qalmaq sosial mediada vaxt keçirtmək demək deyil. Yəni bir dəqiqə bunu da deyim, yekunlaşdıraq. Bəzən insanlar deyir ki, mən tək qalmaq istəyirəm. Tək qalanda deyirəm, niyə inirsən? Ancaq sosial mediada olursan. Tək qalıb kitabımı oxuyursan, düşüncələrimi də alırsan, beynində nəyinsə bir yerə mi gəlib çıxır?
çıxırsan beynində, hansısa bir məsələnin həllini eləyirsən, problemini çözürsən, nə edirsən tək qalanda? Sosial mediada vaxt keçirirsən də, heç öz həyatının üstündən belə qırmızı xətt çəkmiş tək qalanda, olursan. hətta necə acınacaqlı bir vəziyyətdir. Dost görüşləri Dost olur, nə bilim, görüşlərində qohum belə. məclisləri Peşmandır olur. biri əlinə telefon 5 dəqiqədən sonra hamının əlində telefon və Yəni hamı mən nəyə sosial qıcıqlanıram? medianın içində. Nəsə sifariş edirik, biri telefonu deyir, əl vurmayın, toxunmayılması, şəklini çəkib paylaş. Mən həmişə toxunan tərəf Gözləyirsən oluram. belə ki, nə vaxt olacaq? Hansı rakusdan çəkəcək, Bəli, necə bəli. Mən çəkəcək? həmişə toxunan tərəf oluram və o şəkilləri də bir çox hallarda alınmır mənim olduğum masalarda. Çünki mən onun ləzzətini almaq istəyirəm, şəklini çəkib paylaşmaqdansa. Yaxşı dedim, ləzzətini, dadını Bəli, yaşamaq. bəli, dadını Harasa çıxarmaq. səyahət Mən məncə edəndə də də elə sanki dadını olmalıdır. yaşamırıq. Çünki ancaq foto şəkillər, Doğrudur. paylaşımlar, videolar, ancaq videolarda xatırlayırsan ki, mən burada təsdiq almaq olmuşam. üçün olmuşam deyə bir səyahət Bəli, edirik. Getdiyim yerlərin bir çoxundan inanın mənə heç bir şəklim olmayan yerlər var ki, getmişəm oraya bir dənə də fotom Sübut eləyə yoxdur. bilməzsən. Yəni, yadımdan çıxıb və yaxud istəməmişəm. Çox təşəkkür edirik sizə. Buyurun, Səvinç xanım. Nəsə, Çox təşəkkür maraqlı edirik. söhbət oldu Çox və sağ vaxt olun. necə keçdi tam səmimiyyətimlə Çox sağ deyəcəm, olun. heç hiss eləmədik. Bu Və yaxşı böyük olar ki, biz yenə Təşəkkür görüşək. biz yenə Çox görüşək. yaxşı Ya burada olur. ya da elə Danışılmalıdır. Sevinclə Bəli. Danış sosial media Ola platformasında da görüşə bilərik. Bir daha xatırlatmaq istəyirik ki, qonağımız Sevinclə Danış sosial media platformasının müəllifi Sevinç Kərimli idi. Biz bugün sosial mediadakı illüziya həyatlardan danışdıq. Təşəkkürümüzü bildiririk, təşəkkür uğurlar edirəm. arzuluyuruq. Düşünürük ki, bir nəfərə belə əgər bizim verdiyimiz mesaj çatdısa, nə xoş bizə. Bəli. Tək ki, oyanış dediyiniz, Doğrudur. bayaq ki, oyanış məsələsi daha tez baş versin. Hamı özü ilə xoşbəxt olmağı Bəli, bacarsın. bəli, Nə qədər bəli. çətin olsa da indiki dövrdə bu çox vacibdir. Əsas o da hər şey ürəyimizdə Hər olsun. şey insan üçündür. Əgər bir insan Bəli. buna gələ bilibsə, demək ki, bütün insanlar gələ Gələ bilər. Bəli. Sizin də Sevinç xanım, elə bütün tamaşaçılarımızın da hər şey ürəyincə olsun. Bugün əyləncəli təqvimdə həm də ürək simvolu gündür. Sənin üçün ürək necədir elə? Bax belədir. Mənim üçünsə belədir, çünki reallıq budur.